Günləri başqa mahnı oxuyacaqdınız, lirik oxuyacaqdınız, amma anidən mahnı dəyişildi. Səbəb nə idi? Bəli, lirik bir mahnım var, çox gözəl bir mahnıdır. Yəni sözləri də möhtəşəm, çünki Nazirə Səfərliyə məxsusdur sözləri. Musiqisi Qədir İsmailə məxsusdur. O mahnını oxuyacaqdım, bəli, sonra dəyişdim. Səbəb? Səbəb demək istəmirəm də qalsın. Nazirə xanım sözlərin yəsibdə ki desin. Nazirə Səfərli desin. Mən açıq danışacağam. Mahnım, şeir mahnı olmamışdan qabaq mən xəbərdar olunmamışam. Deyərdin də, sən diqqətli qızsın. Yəni, məndən icazə alınmayıb, qanararım ödənməyib. Çoxda ki, üz-üzə gəlirik, dostluq edirik. İş ayrıdır, dostluq ayrıdır. Bu mənim sözlərim. O niyə oxuyub? Pul qazanmaq üçün. O tanıyır pulu, mən tanımıram pulu. Başa düşürəm sizi. Amma mən o mahnıdan yəni bir pul qazanım ki, mən pis mənada demirəm. Əlbəttə ki, əvvəldən ödənilməlidir. Sana gedim, ala mənə bir kofta ver, gedim görüm. Yaraşmasa gətirib qaytarar, belə şey olur. Problem deyil, yoldaşıma zəng vuraram. Bu dəqiqə konverti göndərər, o da problem deyil. Bir dənə zəngimə göndərəcək. O da problem deyil, yəni göndərsin oxu. Necə məsləhətdir, mən bir şey demirəm. Bu günləri YouTube-a yükləsə mahnını? Yox, götüzdürəcəm, icazə verməyəcəm axı. Necə məsləhət? Müəllif olaraq haqqım var, yəni olmaz axı. Sən məstəsən, bir görün baxım ellər geçsin. Dosta zəng. Yox. Problem deyil, götürdürmək də problem deyil. Nazlı xanım bizim canımızdır, gözəl şairəmizdir. Amma əvvəldən bir danışıq da olmuşdu. Yox, əvvəldən Kim məni əvvəldən saymır, öz başına mahnımı oxuyur. Estağfurullah, yox, elə deyil. Mən onların hamısının mahnısını qaldırıram. Yalçın bəy, olar mən sizin telefondan istifadə edeyim? Yəni yoldaşıma zəng vurum, bu dəqiqə konvert gəlsin bura. O da problem deyil. O mənim yolumda canını fəda eləyər. Canını fəda eləyər. O bir dənə zəngimə bu dəqiqə gələcək. O problem deyil. Belə danışır, bunun yoldaşı bizimki hədik qaroltusudur. Başa düşdükdə geçsin. Bizim hörmətli şairimiz Nazirə Səfərlilərin sözlərinə olan mahnım var idi ha. Mən sənə bir şey xahiş eləyəcəm. Mən sənə kart göndərəcəm. Nazirə xanımın kartına o danışdığımız məbləği göndər zəhmət olmasa. Yox, bax. Ya göndər, ya ifa eləməyəcəm. İkisindən birindən. Öz aləmində mənim sözüməm şeydə pul da biçib. Gördün? Soruşmur bu sənə lazımdır, bu qədər ehtiyac bəsindir. Öz aləmində deyir ki... Yox, məbləği bilirəm. Nazirə xanımın məbləği çox qəşəng də məbləğdir, açığı deyim. Yox. Onun sahibəsi, sözlərin sahibəsi özüdür. Ona görə mən bunu açım. Amma bayağı bir məbləğdir. Eybi yoxdur. Mən çox kövrək, hər şeyə ağlayan adamam. Dindən artıq inansın, nə bilim, əsəbləşinəm çox. Ofeliya xanım. Sən nəsə problemin var? Özü dedi, mən elə eləyəcəm, indi dedi, Yalçın verilişi dayanacaq. Demişdin. Yaxşı, oxu, halal xoşuq olsun, oxu. Oxu, icazə verirəm. Nazirə xanıma elə konvertlərdən 100-ü qurbandır. 100-ü. Onun heç ehtiyacı da yoxdur, amma bu şey qurbandır. Oxu, yaxşı, niyə yoxdur ki?